Salam aleyküm değerli izleyiciler. Deməli Şamaxıdan gələn o körpünün dirəkləri dikilir. İnşallah ki çok güzel körpü olacak. Orada da işler gedir. Burada fəhlələr işləyir. Bütün o dirəklərin demək olar ki üstlərində iş gedir. Həmin oradan bax düz gələcək körpü. Buradan promot düz girəcək bu tunelə. Görürsünüz burada da gücləndirilmiş iş gedir içəridə. Yollarda hər tərəfdə işlər gedir. Və gördüyünüz kimi var. Buradan göstərim də sizin kimi. Yəni o qədər hündür. Belə gətirsəm bir balaca yaxına görərsiniz tam. Və görürsünüz kranın hündürlüyünə baxın. Deməli buradan gəldi. Burada işlər davam edir. Buradan dağın ortasından da tunel girəcək. Gedib çıxacaq o başdan inşallah. Gedib çıxacaq o başdan. Deməli həmin o dirəkləri bu yaxından da göstərirəm. Belki de size deyim ki 18 mərtəbə binadan hündürdür. Yani buradan belə görsənməyinə baxmaq çox hündürdür. Baxın hələ bunun yeri də var da bilirsiniz. Allah bilir nə qədər yerdədir bu. Baxın baxın. Gördüyünüz kimi dirəklər gedir belə. Düz belə. Bir də bunun düz buradan. Bax 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 hələ bax iş gedir yuxarıda bax. Hey bir qardaş salam verir oradan bax bax bax. Deməli buradan bax belə gəldi. Burada ustalar işləyir bax bax. O da deyir orada işləyir həm də baxın. Baxın baxın. Görürsün nə qədər işçi işləyir.